Yaşad Fondunun təşkilatçılığı ilə Qəbələdə, Tufandağ qış-yay istirahət kompleksində şəhidlərimizin övladları üçün 3-cü qış düşərgəsi reallaşdırılıb. Məqsəd iştirakçılar arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır. Düşərgədə Sumqayıt və Abşeron ərazilərində yaşayan 13-15 yaş aralığındakı şəhid övladları iştirak ediblər. Mən əvvəl xizək sürə bilmirdim. Dostlarım deyirdi, sür, maraqlıdır, əyləncəlidir. Ancaq mən qorxurdum ki, yıxılaram, sürüşərəm, bir yerimə nəsə olar, qırılar. Ancaq buradakı müəllimlərin sayəsində çox sağ olsunlar müəllimlər, mənə öyrətdilər və indi çox rahat və təhlükəsiz şəkildə sürə bilirəm və günümüz də çox xoş, əyləncəli keçir. Bizə burada əvvəl xizək sürməyi öyrətdilər. Mən əvvəl tam yaxşı xizək sürməyi bacarmasam da, indi tam yaxşı xizək sürməyi bacarıram. Ümid edirəm ki, belə düşərgələr davam eləyər. Şəhidlərimizin bizə əmanət olan övladları ilə qış düşərgəsindəyik. Onlar burada qış idman növünün ən populyar növlərindən biri olan xizəyin sirlərini öyrənirlər, xizək sürməyi öyrənirlər. Hesab edirəm ki, bu onların asudə vaxtının səmərəli keçməsində öz töhfəsini verəcək, idmanın yeni növünü öyrənəcəklər. Bununla yanaşı yeni dostluqlar qazanırlar, sosiallaşmasına öz töhfəsini verir. Bütün Yaşad Fondunun həyata keçirdiyi bu cür sosial layihələr şəhidlərimizin bizə əmanət olan övladlarının dünya görüşünün formalaşmasına, onların sosiallaşmasında öz töhfəsini verəcək. Proqram çərçivəsində iştirakçılar Tufandağ qış-yay istirahət kompleksində xizək təlimləri və dağ korseti, dağ yelləncəyi kimi müxtəlif fəaliyyətlərdən istifadə edərək vaxtlarını səmərəli və maraqlı keçiriblər. Həmçinin iştirakçılar yel çərşənbəsini tonqal ətrafında birlikdə qeyd ediblər.